Salam, hörmətli izləyicilər. Sosial yardım alanları, pensiya alanları və müavinət alanları, eyni zamanda əv və işə götürən şəxsləri bir neçə sual düşündüyü hər zaman o sualla mənə müraciət edirlər. Belə ki, sual verirlər ki, bəs mən pensiya alıram, borcum var, borcu ödeyə bilmirəm, məni həbs edəcəklərmi? Eyni zamanda sual verirlər ki, pensiyanı mən neçə ay almasam, yəni kəsə bilər. Bundan əlavə sual verirlər ki, sosial yardımı neçə ay, yəni kartdan götürüb xərcləməsəm, kəsə bilərlər. Eyni zamanda sual verirlər ki, mən 50 olan şəxsi işə götürsəm, məni gəlib cərimə edərlərmi? Bütün bu suallara mən hüquqşünaslar seyircayda aydınlıq gətirəcəyəm. Qeyd edin ki, mən özüm 50 şəxs olduğuma görə, 50 arabasında olduğuma görə, həmin orada mənim təcrübəm var. Həmin əli təşkilatın rəhbəri olduğuma görə təcrübəm var. Eyni zamanda hüquqşünas kimi təcrübəm var. Təcrübələrimi sizinlə bölüşmək istəyirəm. Və digər suallarda aydınlıq gətirəcəm. Hər kimə maraqlısı sona qədər izləsin. Hörmətli izləyicilər. Sizdən xahiş edirəm, videonu bəyənin, paylaşın. Qoy hamı bilsin. Ən əsası da YouTube kanalına abunə olun. Hörmətli izləyicilər, zəhmət olmasa. Belə keçən mövzuya. Birinci suala cavab verin ki, siz sosial yardım alırsınızsa, 2 aydan artıq buradan kartdan pulu çıxarmısınızsa, hörmətli izləyəcək, o halda sosial yardım dayandırılacaq. Bu mütləq qaydada. İkinci sual ondan ibarət ki, vətəndaşlar sual verir ki, mənim borcum var, sosial yardımdan tutulacaqmı? Xeyr, sosial yardımdan heç bir borc tutula bilməz. İstər vergi borcu olsun, üstə kredit borcları olsun, nəzərəm, hörmətli izləyicə, tutula bilməz. Pensiyanerə sual verir ki, mənim 65 yaşım var, pensiya alıram, işləmək istəyən qorxan pensiya kəsir. Və yaxud şəxslər sual verir ki, mən 50 şəxs olduğuma görə vaxtından əvvəl pensiya çıxmışam, pensiya alıram, mən indi işləmək istəyən pensiya kəsirmi? Eyni zamanda sual verir ki, mən hüquq mühafizə orqanında və yaxud hərbi sistemdə işləmişəm, vaxtından əvvəl pensiya çıxmışam, indi pensiya kəsə bilərmi? Bütün bunlara aydınlıq gətirəcəyəm. Zəhmət olmasa videonu bəyənin. Abunə olun, zəhmət olmasa. Və onu da qeyd edin ki, hörmətli izləyicilər, əgər 50 olan şəxsi işə götürmək istəyirsinizsə, fərqi yoxdur, birinci qrupdur, ikinci qrupdur, üçüncü qrupdur, mütləq qaydada əmək zəmanəti almalısınız. Bunu da verir Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Ekspert Komissiyası. Deməli, nə edirsiniz? Video sonuna qədər baxın, izah edəcəm. Bir qismini şotda qoyan həmişə, sonra yəni belə izah gedir. Ona görə şotda başda qoyduğun zaman videonun adını qoyan tam videoya girin baxın, hörmətli izləyəcək. Deməli, belə məsələ. Əmək zəmanəti almaq üçün kimsə işə kimisə götürmək istəyir ki, məsəl üçün yazır ki, mən Zaur Seyidzadən işə götürmək istəyən birinci qrup əlildir. Sorğu verir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Ekspert Komissiyasına ki, bu adam bizim işdə uyğundur, yəni bizlə işləyə bilər, yoxsa yox. Orada onun xəstəliyi necə, yəni məsəl üçün mənim xəstəliyimin necə, belə komissiya təşkil edirlər, baxırlar və deyirlər ki, sizin yaratdığınız şərait ona uyğundur, siz də işləyə bilər. Ondan sonra işə qəbul edirsiniz, heç bir cərimə olunmur, hörmətli izləyəcək. Nəzərəm, əsas məsələdən biri budur. Mütləq qaydada. Əgər hansısa səbəbdən pasportlarınız blok olunubsa və blok olunduğuna görə sizin pensiya müavinət kəsilibsə, o mütləq pasport bərpa olunandan sonra veriləcək. Bunun üçün dost xidmətlərinə müraciət edin, hörmətli izləyəcək. Amma 50-yə görə pensiya almışsa və 50 müddəti bitib pensiya kəsilibsə, tərzdə müraciət eləmişsə, deyiblər sizə, məsələn, 50 bərpa olunmur və pensiya kəsilibsə, bir il ərzində siz bunu sübut etdiniz. Etmədinizsə, daha düzgün bir il ərzində müraciət eləməlisiniz ki, sübut olunması üçün. Eləmədinizsə, yəni pullar batdı. Bir ildən 3 il qədər siz həmin yığılmış pullar ala biləsiniz. Necə? Bir il ərzində müraciət edirsiniz, sonra məhkəmə nübarası gedir, məhkəmə nübarası da 1-2 il gedə bilər. İç müddətində yığılmış pulları ala biləsiniz. Hörmətli izləyicilər, nəzərə alın. Yəni ki, belə deyək, o halda batmır. Birinci dediyim kimi, əgər pasport blok olunubsa, təzədən hazır qeydiyyata düşdünüz, asılıdırsa,
o halda ikincisi evlilik və pensiya dayandırdığı halda bir ərzində vəzifə edirsinizsə, o halda yəni batmır. Amma bir il keçdikdən sonra batır. Nəzərəm, hörmətli izləyicilər. Və digər məsələyə keçim. Əgər siz pensiya alırsınızsa, müavinət alırsınızsa, harasa borcunuz varsa, sizi həbs edə bilməzlər. Yönələcək pensiya, müavinətə, nəzərəm, mütləq qaydada. Amma bayaq dediyim kimi, hörmətli izləyicilər, sosial yardımdan borclar tutula bilməz. Nəzərəm, əsas məsələdən biri budur, mütləq qaydada. Bir daha qeyd edin ki, hörmətli izləyicilər, əgər siz evlilik və pensiya alırsınızsa, və yaxud yaşa görə pensiya alırsınızsa, işləmə fikrinə düşmüşsünüzsə, sizin pensiya kəsə bilməz. Sizin evlilik qrupuna asılı olmayaq, birinci qrupsuzsa, ikinci qrupsuzsa, üçüncü qrupsuzsa fərqi yoxdur. Hörmətli izləyicilər, əgər yaşa görə pensiya alırsınızsa, eyni zamanda evlilik və müavinət alırsınızsa, o da kəsilmir. Hörmətli izləyicilər, nəzərəm, yəni belə işləyə bilirsiniz. Amma yaşa görə pensiya yox, müavinət alırsınızsa, o halda belə deyək, hörmətli izləyicilər, müavinət kəsə bilər. Yaşa görə müavinət. Digər hallarda kəsilmir. Daxil yoxdur. Siz dediyim kimi, hüquq mühafizə orqanlarında işləyə bilirsiniz və digər idarədə işləyə bilirsiniz. Vaxtından əvvəl pensiya çıxa bilirsiniz və işləmək belə istəyiniz olsun. O halda kəsilməyəcək. Bundan əlavə qeyd edin ki, pensiyaya işləyirsinizsə, 2 dəfə hər 6 ildən bir pensiyanın yenidən hesabatlara bilirsiniz. Hörmətli izləyicilər, nəzərəm, əsas məsələdən biri də budur. Hörmətli izləyicilər, sizdən bir daha xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbər olsun, mənə dəstək olun. Videonu bəyənməklə, abunə olmaqla. Fərdi qaydada məsuliyyət almaq üçün qeyd olunan telefon nömrəsinə əgər saxlaya bilirsiniz, WhatsApp vasitəsilə mən sizin suallara cavab verəcəm, hörmətli izləyicilər. Amma xahiş edirəm, kimin nə sualı varsa, WhatsApp səsini göndərsin ki, mən yəni belə deyək, 24 saat ərzində baxın cavab verim. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefon hüquq məsləhətinin verilməsi 10 manatdır. Bundan əlavə ərzələri yazıb e-mail, WhatsApp ünvanına göndərəm. Və qeyd edin ki, noyabr ayının əvvəlindən artıq yer açılacaq. Az təminatlı ailəyə hüquqi yardım göstərmək üçün həmin yeri mən açacaq. Özüm də bayaq dediyim kimi, evli şəxs olduğuma görə, evli arabasında olduğuma görə, eyni zamanda həmin yerdə evli dostlarımın əl işi satılacaq. Zəhmət olmasa videonu bəyənin, qoy daha çox şəxs xəbər olsun. Noyabr ayının sonuna qədər telefona və əyani hüquq məsləhəti alması qiyməti 10 manatdır. Ərzələrin yazılması 30 manatdır. Hörmətli izləyicilər, nəzərəm. Digər vaxtlarda ərzələrin yazılması, yəni 50 manat olur. Bu bir kampaniyadır, hörmətli izləyicilər. Gəlin dəstək ola, daha çox şəxsin xəbər olsun. Diqqətinizə görə sağ olun, hörmətli izləyicilər. Sağ olun.